Sumqayıtda dəm qazı növbətdə və faciəyə səbəb olub. Hadisə şəhərin 18-ci mikrorayon 42 saylı binasında yaşanıb. Belə ki, 48 yaşlı vəfadar Abdulzadə hamam otağında yunarkən dəm qazının qurbanı olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Gecə saat 11-də iradələrində dəm qazından rəhmətə gedib. Boğulub dəm qazından rəhmətə gedib. Hamam otağında olub? Allah rəhmət etsin. Hamam otağında olub. Ailəli idi ümumiyyətlə? Bəli, bəli, 2 uşağı var idi. Hadisədən budur ki, gəlib işdən, girib hamama. Hamamda nə bilim, hamam tutub yıxılıb orada. Başı dəyib harasa, dəyməyib, bilmirəm daha. Saat 11-də gəldi, skoruza çağırdı, polis də gəldi. Biri keçinmişdi. Və onun o vəziyyətdə olmasından kim xəbər tutdu evdə? Kim xəbər tutdu? Oğlu. Oğlu qızı. Oğlu qızı, hələ bir üzr istəyirəm, girib çinməyə. Heç, hələ bilib, bu da uşağı şey tutub, tualetin hamam bir yerdə də. Bəli. Döyüb qapını açmayıb, döyüb üç köpələni bir də vurub, sındırıb qapını görüb, atası yüzüyə yıxılıb. Çox hasandı. Elə hamam otağında da dünyasındayız. Hə,